Hər kəsə salam. Bugün 5 illik tələbəlik həyatımda bir dəfə belə getmədiyim məşhur kitabxanaya gedirik. İlk öncə marketdən kiçik alış-verişimi edirəm. Mənə lazım olacaq bir neçə ərzaq alıram. Mən bura ilk dəfə də gəlirdim deyə qeydiyyatdan keçməli idim. Ona görə özüm haqqında məlumatları verdim və mənim şəklimi çəkdilər. Daha sonra isə mənə bir giriş kartı təqdim etdilər. Kitabxananın daxili interyeri çox gözəl idi. Mən bu qədər gözəl gözləmirdim açığı. Ona görə də kitabxananı biraz tur eləmək qərarına gəldik. Burada keçib dərs oxumaq üçün müxtəlif zallar var idi. Bura xarici ədəbiyyat zalı, humanitar elmlər zalı və digər bunun kimi zallar daxildir. Mənə maraqlı gələn kitabxanada yalnız tələbələrin deyil, həmçinin işçilərin, professorların və məktəb şagirdlərinin də olması idi. Burada biz oxu zalına girdik və girdiyimiz kimi də çıxdıq. Çünki həddindən artıq çox insan var idi. Ona görə də sakit bir yer tapıb orada əyləşdik. Əslində bura gəlməkdə niyyətim işdən kənar bir neçə mənə maraqlı gələn məsələləri araşdırmaq idi. Bunun üçün öz qeydlərimi bir nəzərdən keçirdib, həmin məsələlər üzərində öz araşdırmalarımı etməyi planlayıram. Mən baxmayaraq ki, artıq hüquq fakültəsindən məzun olmuşam və hüquqşünas kimi fəaliyyət göstərirəm, boş vaxtlarımda qarşılaşdığım hüquqi problemlərlə bağlı öz araşdırmalarımı edirəm və hüquqi yeniliklərdən məlumatlı olmağa çalışıram. Çünki hüquq elə bir sahədir ki, daim öyrənməyi, araşdırmaq və məlumatlı qalmağı tələb edir. Yəni bu, yüksək təcrübəli olan hüquqşünaslara belə aiddir. Etiraf etməliyəm ki, günüm çox produktiv keçdi. Bir anlıq öz tələbəlik illərimə qayıtdım. Kitabxanada imtahana hazırlaşan, oxuyan tələbələri görmək məni də motivasiya etdi açığı. Hüquqşünasların ən sevdiyi aktivitet nədir desələr, yəqin ki, fikir mübadiləsi aparmaq deyərdim. Burada mən rəfiqəmlə biraz söhbət edirəm bu barədə, mənə maraqlı olan məsələləri qeyd edirəm. Bəli, dostlar, bu gündən bu qədər. Ümid edirəm sizin üçün faydalı bir video oldu.